Salam, 8-ci sinif kimi iş dəftərindən səhifə 57-də ümumiləşdirici tapşırıqlara baxaq. Reaksiyanın hissedici modelinin əsasını aşağıdakılar müəyyən et. Reaksiyanın söz tənliyini yaz. Bu metandır, metan. Üstə gəl, oksigen qazı. Alınır deməli CO2, karbon qazı yəni. Üstə gəl, su. Reaksiyanın kimyəvi tənliyini əmsallaşdırın. Reaksiyanın kimyəvi tənliyini əmsallaşdırmaqla yazaq. CH4 üstə gəl O2, alınır CO2 üstə gəl H2O. 2 molekul burada su görürük, 2 molekulda oksigen vardır. İkinci sual ifadələri eyni Venn diaqramı üzrə ayır. Birləşmə reaksiyasıdır. Biz burada görürük ki, adi məsələ ki, bu birincisi birləşmədir. Əvəz etmə. Bu görürsünüz, sink dəmiri əvəz edib. 2 bura aiddir. Heterogen deyirsə, burada baxın, dəmir bərkdir, xlor qazdır. Bu məhluldur, bu da bərkdir. Hər ikisi heterogendir. Fazlar sərhədinə baş verir reaksiya. Dəmir xlor-2 reaksiya məhsuludur. Hər ikisində və hansında dəmir xlor-2 məhsul buradadır birincidə. Maye bərk sərhədinə baş verir. Maye bərk sərhədində baş verən bu ikinciyə aiddir. 5 bura aiddir. Uyğunluğu müəyyən edin deyir. Parçalanma. Baxa görə parçalanma hansıdır? B. Əvəz etmə. Burada görürsünüz, xlor gəlib bromu əvəz eləyib. Mübadilə. Mübadilə də D-dir. Birləşmə də ki, aydın məsələ C görürsünüz, birləşib. Dördüncü, reaksiya üçün maddələrin kütləsinin zamanla asılı olaraq dəyişməsinin qrafiki verilib. Reaksiya söz tənliyini tərtib et. Deməli, biz burada nə görürük? Əvvəldə nə var? Azotla hidrogen. Deməli, azot. Üstə gəl, hidrogen. Hidrogen. Qazı da yazaq. Bura azot qazı. Üstə gəl, hidrogen qazı. Alınır nə? NH3, amonyak. Reaksiya kimyəvi tənliyini tərtib edə və əmsallaşdır. Maddə kütləsinin saxlanması qanunundan istifadə edərək qısı müəyyən et. Reaksiyanı yazdıq. Nə görürük? 80 qram azot var. 80-dən gəlib 12-yə. 80-dən 12 çıxın. Neçə qalır? 68 qram bundan sərf olunub. Bəs hidrogen nə qədər? 12 qram. Nə qədər amonyak əmələ gəlməli idi? 80 qram. Yox, nə səhv elədik? Burada qrafikdə problem var, nəyə görə? Biz burada baxın, hesablayırıq ki, azot nə qədər sərf olunub? 68 qram, düzdür, baxın, 80-dən gəlib 12-yə. 12 qrama artıq qalıb 68 reaksiya girib. Hidrogen nə qədər reaksiya girib? 12, 12-dən 0-a gəlib də. 12 qram və amonyak nə qədər alınmalıdır onda? 80 qram. Amma burada 80-dən azdır da. Bu əslində azot düzgün yazılmayıb. Bu azot 24 qrama gəlməlidir. Bunda düz alınardı 12 qram hidrogen sərf olunursa. Nəysə, burada bir yanlışlıq olar. 8 kimi almaq olmur. Beşə baxaq. Aşağıdakı reaksiya təngçlərini tərtib et və əmsallaşdır. Çay sodası ilə florür reaksiyası. Natrium hidrokarbonatla H-klor reaksiyası alınır natrium klor. Üstə gəl H2O, üstə gəl CO2. Kalsium hidroksidin karbon qazı ilə reaksiyası. Buradan alınır kalsium karbonat. Üstə gəl H2O.
CO2 üstəgəl H2O. Burada oxunun üzərində də H-nü fotosintez yazın. Fotosintez. Fotosintez deyil, bu klorofildir. H-nü klorofil. Klorofil. Və alınır C12, C6, H12O6 bitsəydi bizdə. C6, H12O6 üstəgəl oksigen fotosintezdə oksigen ayrılır. Hə, bir enzimləşdirmə də deyil burada. Bura 6 düşür, burada 6 düşür. Yuxarıda baxsaq, 4 dənə oksigen düzdür bu. 2 dənə düzdür, yuxarıda əmsala ehtiyac yoxdur. Aşağıdakı tapşırıqları yerinə yetir, istəyəkdən əmsallaşdır. Deyirsə bura 2 yazaraq, bura 3, başqa yerə heç bir şey düşmür. Burada da hidrogen sayısı sağda da 3, solda da 3 eynidir. Deməli, bəs Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. bura 4 yazsaq, bura 2 yazsaq düzəldilmiş 2 oksigen, 4 hidrogen, 4 dənə flor düzgündür. C2 aşağı o üstəgəl o ki, CO2 aşağı əmələ gəlir. 2 dənə karbon görür. Bura 2 yazaq, hələ ki, bura 3 yazsaq, nə baş verər? Deməli, 7 dənə olacaq. Oksigen, burada da 3 yazsaq, 7 olacaq. Mis üstəgəl H2SO4, kükürüm SO4, CO2 aşağı. Deməli, oksigen sayı burada təbii 7'dir. Belə. Burada 2 yazsaq, kükürdə görə. Burada 2 yazsaq, hidrogen sayıları bərabər olsun deyə. Oksigen sayıda 8 olacaq sağdan solda. Boşluqları tamamla deyir. Orada deməli 6 H klor var, 2 alüminium klor, üstəgəl 3 H2O. Burada nə yoxdur? Alüminium. Sonra 6 dənə hidrogen, 6 dənə. Burada deməli nə olar? Oksigen yoxdur. Alüminium 2 o. 3. Belə olar. Əmsalda ehtiyac yoxdur. C2H4. Burada oksigen olacaq. Aydın məsələ C2H4-ün yanma reaksiyasıdır bu. Oksigen də 6 olacaq. Sonra azot NH. Burada azot olmalıdır. Hidrogen sayı nedir? Oksigen sayı 5 kim 10. Burada deməli N olacaq elə 4 dənə oksigen. Burada 10 dənədir. Bu tərəfdə də 10 dənə oksigen olsun deyə. Dəmir OH üstünə H klor gəlsə, onlar dəmir klor 3, üstə gəl H2O. C2H2 üstə gəl 5O2, burada da alınır H2O. Burada da deməli mis oksid olmalıdır. 2 3 6, 6 2 12. Bu da belə. Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. 7-ci suala baxaq. 1 və 2-ci reaksiya qrafiklərinə əsasən düzgün və səhv ifadələri müəyyənləşdirin deyir. Bir də maqnezium karbonatın tam parçalanması zamanı deyir. Maqnezium karbonatın tam parçalanmasını gəlin yazaq. Burada alınır bərk maddə maqnezium oksid və qaz kimi buradan CO2 ayrılır. Tam parçalanma dediyi üçün, yəni bu maqnezium karbonat nə qədər götürmüşüz, hamısı parçalanıb. Bu sözə görə, tam sözünə görə belə götürməliyik. Birinci reaksiya zamanı A qram maqnezium karbonat parçalanıb. Bəli, A qram götürmüşük və tam parçalanma, yəni yekun olub bitib A qramın hamısı. Ona görə bunu düzgün ifadə kimi götürürük. Birinci reaksiya zamanı A-1 qram maqnezium karbonat parçalanıb. Xeyr. Birinci reaksiya zamanı 1 qram karbon qazı alınıb. Bu da səhvdir. 1 qram orada karbon qazı deyil. Axı qrafikdə deyir, bərk nümunənin kütləsi zamanı asılı grafikidir bu. Bu B maqnezium oksiddir. Bərk olan budur. Bir də budur bərk. CO2 qazdır. Birinci reaksiya zamanı A-1 qram karbon qazı alınıb. Bu düzgündür.
Burada baxın, bəlkə nümunənin kütləsi əvvəla idi, sonra olub B. Burada bərkin kütləsi nəyə görə azaldı? Burada qaz halında olan maddə CO2 çıxıb da maddənin tərkibindən. Ona görə azalma baş verib. A minus B qram azalma CO2-yə görədir. Birinci reaksiya zamanı B qram maqnezium oksidanlıq. Bu da düzdür. Tam parçalanma dediyi üçün maqnezium CO3-ün hamısı parçalanıb və biz burada qrafikdə görürük ki, B qram bərk maddə qalıb. Burada qalan maqnezium oksiddir. Bu artı səhv olacaq. Birinci reaksiya zamanı minus B qram maqnezium alınıbdırsa bu səhvdir. Sonra ikinci reaksiya baxaq. İkidə nə deyir? Misin alovda kifayət qədər qızdırılması. Baxın, misin alovda kifayət qədər qızdırılması. O deməkdir ki, bu misin hamısı reaksiyaya girdi və mis 2 oksid alındı. Burada 2 yazırıq. Reaksiyamız belədir. Kifayət qədər. Lazım qədər, yəni reaksiya tam gedib. İkinci reaksiya zamanı Y qram mis reaksiya daxil olub. Bəli, nə görürük burada? Baxın, Y götürmüşəm. Kifayət qədər sözü deyir. Hamısı reaksiya daxil oldu. İkinci reaksiya zamanı X minus Y qram mis reaksiya daxil olub. İşte bu səhvdir. İkinci reaksiya zamanı X qram oksigen reaksiya daxil olubsa, X qram yox. X minus Y qram oksigen reaksiya daxil olub burada. Burada artım nə qədərdir? X minus Y-dir. Bu da səhvdir. Baxırıq sonra X minus Y qram oksigen reaksiya daxil olub. Bu düzdür. Artım X minus Y-dir. Bərkin kütləsi əvvəl Y idi, sonra X. Deməli, ikinci reaksiya zamanı X qram mis oksidanlıq düzdür. Sonda alınan bərkin kütləsi. Axırıncıda təbii ki, o səhv olacaq. Bax, 8-ci suala baxaq. Boşluqlara reaksiya daxil olan və reaksiya nəticəsində alınan maddənin sayına görə kimya və reaksiya tiplərini yazın. Deməli, bir dənə bəsit, bir dənə mürəkkəb. Bu əvəz etmədi. Bir bəsit, bir dənə mürəkkəb alınır. Birləşmədi. 2 dənə mürəkkəb reaksiyaya girir, 2 dənə mürəkkəb əmələ gəlir mübadilə. Bu da parçalanmadır. 9-cu suala baxaq. 6 qram A və 4,6 qram B maddəsi tam sərf edilir. Reaksiya daxil olubdur. X qram C və 1,8 qram D maddəsi əmələ gəlir. X hesabla. Deməli, A ilə B reaksiyaya girir. C və D əmələ gəlir. A nədir? 6. B nədir? 4,6. Bərabərdir. C bilmirik nə qədərdir? X-dir. D isə 1,8-dir. Gəlin bu X-i hesablayaq. Deməli, reaksiyaya girənlərin kütlələri cəmi bərabərdir reaksiyadan olanların kütləsi cəminə 6 üstəgəl 4,6, 10,6 edir. Ondan da çıxırıq 1,8-i, qalır 8,8. Deməli, 8,8 reaksiyadan C alınıb. Qrafikdə reaksiya daxil olan və alınan maddələrin kütləsinin zamanı asılı dəyişmə əyirlərini çək. Deməli, A dediyi nə qədərdir? 6 qram. Bu A-dır. B nə qədər reaksiyaya girmişdir? 4,6 qram. Təxmini bunu da götürək. 4,6 qram səhv olunub. Bu B-dir. Üstündə də yaza bilərsiniz. Sonra, deməli, C əmələ gəldi 8,8. Bunu C deyək. B isə nə qədər alınmışdı? 1,8. Bu daha azdır da buna da. Bu da düz xət çəkməsində A-ya görə mən belirlədim. D isə 1,8 hələ gəlmişdi. Sonra 10-cu suala baxaq. Oxlarla göstərin. Homogen birləşmə reaksiyası. Qazla qaz əmələ gəlib qaz. Heterogen birləşmə reaksiyası. Bərklə qaz. Heterogen əvəz etmə reaksiyası.
Bərk fərq azdır burada. Homogen əvəz etmə də bu olacaq. Şəkildəki metal lövhənin qızdırılması zamanı kütlənin dəyişməsi bilinmişdir. Maddə kütləsinin saxlanması qanunu bu halda pozulurmu cavabını əsaslandırır. Deməli, 18 tam 129 qram əvvəlki kütləcəyimiz. Bunu qızdırdıqda alınıb nə? 22 tam %47 qram. Bu qızdıranda nə baş verib? Oksigenlə reaksiyaya girib də 23 tam %47 oldu. Bozulmur mu? Bozulmur. Oksigenlə birləşir. Bərk maddənin kütləsi artır. Bərk maddənin və ya metal lövhənin kütləsi artır yaza bilərsiniz. Bu qədər, sağ olun.